Selam uşaqlar. Biz bugün sizinle dersliyimizin 9, 13, 14 ve 18. səhifələrini yerinə yetirəcəyik. İlk öncə Azərbaycan dili fənni ilə başlayaq. Bugün Azərbaycan dili fənnindən tapşırığımız oxuyub anlamadır. Mətnimizin adı Balaca Sabun. Balaca Sabun bu günlərdə çox kefsiz idi. Ondan heç kim istifadə etmirdi. Halbuki yaşıl sabunu Leylanın anası Leyla balaca əllərini yusun deyə almışdı. Leyla əvvəllər əllərini bir qayda olaraq yuyurdu. Balaca yaşıl sabun da faydalı olduğunu düşünüb sevinirdi. Amma son zamanlar Leyla əllərini yumamış, yemək masasına oturmağa başlamışdı. Anası xəbərdarlıq edən kimi əllərini tələsik isladıb geri qaydırdı. Bir dəfə Leyla yenə əllərini tələsik sabunsuz yudu. Geri qaydarkən ağlamaq səsi eşitdi. Ətrafına baxdı və çox təəccübləndi. Ağlayan balaca yaşıl sabun idi. Bir sabun nə üçün ağlayar axı? Leyla sabunun yanına gedib soruşdu. Nə üçün ağlayırsan? Balaca sabun gözündəki köpükləri silib danışmağa başladı. Anan məni sən istifadə edəsən deyə almışdı. Sən ilk vaxtlar əllərini mənimlə yuyurdun və mən çox sevinirdim. Amma artıq məni unuttun, məndən istifadə etmirsən. Əllərini mənimlə yumasan, mikroblar səni xəstələndirər. Mən səni xəstəliklərdən qoruyuram. Leyla balaca yaşıl sabunun dediklərini düşündü və səhv etdiyini başa düşdü. Kefsiz olma, söz verirəm. Bundan sonra əllərimi həmişə səninlə yuyacağam, dedi. Deməli, uşaqlar, mətnlə tanış olduq. Mətnin adı Balaca Sabun. Obrazları sadalamalı olsaq, burada 3 obraz var. Sabun, Leyla və anası. Leylanın anasının adı mətndə verilməyib. Ancaq Leylanın adı verilib. Sabunun da adı 2 əlamət bildirən sözdən verilib. Balaca və yaşıl. Balaca və yaşıl sabun. Yəni 2 əlamət bildirən sözü var. İndi gəlin bu mətnə aid suallara cavab verək. Birinci sual. Anası Leylaya əllərini yumaq üçün nə almışdı? Əlbəttə ki, sabun almışdı. Hansı bənddə mətndəki sabun təsvir olunub? Uşaqlar, mətndəki sabun hansı rəngdə idi? Yaşıl rəngdə idi. Ona görə D variantını götürürük. Əllərimizi nə üçün yumalıyıq? Gözəl görünmək üçün, sağlam olmaq üçün, sabunu sevindirmək üçün, anamız sabun aldığı üçün. Əlbəttə ki, əllərimizi sağlam olmaq üçün yumalıyıq. Çünki sabun bizi xəstəliklərdən, mikroblardan qoruyur. Dördüncü sual. Balaca sabun nə üçün ağlayırdı? Yerə düşdüyü üçün ağlayırdı. İstifadə olunmadığı üçün ağlayırdı. Köpükləri az olduğu üçün ağlayırdı. Yoxsa balaca olduğu üçün ağlayırdı? Əlbəttə, Leyla onu istifadə etmədiyi üçün ağlayırdı. O özünü yararsız hesab eləyirdi artıq. Elə bilirdi ki, Leyla onu artıq unudub. 5-ci sual. Leyla balaca sabunun dediklərindən sonra nə etdi? Onu tərk etdi, sabunu yerinə qoydu, hər zaman əllərini yuyacağına söz verdi, sabunun sözlərindən inciyib ağladı. Mətnin ən son cümləsində nə deyir? Hər zaman əllərini yuyacağına söz verir. Ona görə də C variantını götürdük. Davam edirik riyaziyyat fənni ilə. Deməli, səhifə 14-dəki məsələlərə baxaq ilk öncə. Məsələ 1. Torbada 28 mavi, 18 yaşıl top var idi. Torbada ümumi neçə top var? Uşaqlar, ümumi cəm deməkdir. Ümumi cəm sözünü ifadə edir. Yəni, cəmi neçə top var? Cəmi tapmaq üçün də hansı əməldən istifadə edirik? Toplama əməlindən. Deməli, 28 mavi, 18 yaşıl top var və onların cəmini tapmaq üçün 28 ilə 18-i toplayırıq.
8'in üstünə 8, 16, 6 yazdıq. 1 yadda. 2'nin üstünə 1, 3, 1 də yadda 4. Deməli, cəmi 46 top var idi. İkinci məsələ. Əlinin 9 yaşı var. Neçə yaşı var? 9. Anası Əlidən 25 yaş böyükdür. Əgər biri bizdən böyükdürsə, deməli o bizim yaşımızın üstünə həmin o böyüklüyü gəlməliyik. Deməli, Əlinin 9 yaşı var, anası da ondan 25 yaş böyükdür. İlk öncə ananın yaşını tapaq. 25'in üstünə gərək 9'u. 5'in üstünə 9, 14, 4 yazdıq. 1 yadda. 2, burada 10'luq yoxdur. 2, 1 də yadda 3. Deməli, ananın neçə yaşı var? 34 yaşı var. Sualımızda deyir, ikisinin yaşlarının cəmi neçə olar? Cəm istəyirsə, deməli toplayacağıq. Əlinin 9 yaşı var idi, ananın da 34 yaş olduğunu tapdıq. İndi onların yaşlarının cəmini tapırıq. 9'un üstünə 4, 13, 3 yazdıq. 1 yadda, 3, 1 də yadda 43. Deməli, onların yaşlarının cəmi 43'dür. Üçüncü sualımız, məsələmiz daha doğrusu. Kisədəki 50 kilogram düyünün 28 kilogramı satıldı. Kisədə neçə kilogram düyü qaldı? Uşaqlar, əgər nəyisə satırıqsa, əlimizdə olan azalmış olur. Yəni 50 kilogram var idi, 28'i satıldı. Yəni 28 kilogram qədər azaldı. Yerdə qalanını tapmaq üçün 50'dən çıxırıq 28'i. 0'dan 8 çıxmaq olmur. 5'dən pay götürürük. 4 olur. 0'da olur 10. 10'dan 8 çıxırıq. 2. 4'dən də 2 çıxırıq. 2. Deməli, neçə kilogram düyü qaldı? 22 kilogram düyü qaldı. Dördüncü məsələmiz. Kərim 48 suallıq testin 36 sualını düzgün, digərlərini səhv həll etdi. Kərimin səhv həll etdiyi sualların sayı neçədir? Neçə sualımız var? 48. 48 dənədən 36'ını düz yazmısınız. Deməli, yerdə qalanlar səhvdir. Yerdə qalanlarını tapmaq üçün 48'dən 36'ını çıxırıq. 8'dən 6 çıxanda 2, 4'dən 3 çıxanda 1. Deməli, səhv həll etdiyimiz testlərin sayı 12'dir. 5-ci məsələ. 3 toplananlı toplama əməlində birinci toplanan 23, ikinci toplanan 18'dir. Bunların cəmi 60'dır. Belə olduğu halda üçüncü toplanan neçədir? 3 toplanan deyir. Toplanan, cəm. Deməli, birinci toplanan neçədir? 23. İkinci toplanan 18. Cavab 60. Və burada toplama əməlinin qaydası xatırlanır. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Və bizim əlimizdə 2 məlum toplanan var. Əvvəlcə onların cəmini tapırıq. 23'ün üstünə 18 gəlirik. 3'ün üstünə 8, 11. 1 yazdıq, 1 yadda. 2'nin üstünə 1, 3, 1 də yadda 4. İndi nə olur? 41 üstə gəl dairə bərabərdir 60. Toplanan cəm. Məchul toplananı tapmaq üçün, yəni bax bu ortadakı məchul toplananı tapmaq üçün cəmdən, yəni 60'dan 41'i çıxırıq. 60'dan 41'i çıxırıq. 10'dan 1, 9, 0'dan 1 çıxmaq olmur, altdan pay götürürük, 0 olur 10. Burada da 5 qalır. 5'dən də 4, 1. Deməli, məchul toplananımız 19 idi. Altıncı sual, 6-cı məsələ. Sinifimizdə 20 oğlan var, 18 qız var. Sinifimizdə ümumi neçə şagird var? Yenə də ümumini istəyirsə, yəni cəmini tapmalıyıq. 20 oğlan, 18 qız, cəmi neçə nəfər eləyir? Tapmaq üçün 20'nin üstünə gəlirik 18'i. 0'ın üstünə 8, 8, 2'nin üstünə 1, 3. Deməli, sinifdə cəmi 38 şagird var.
Mehriban 7-ci məsələ. Mehriban 72 manatın 47 manatını xərclədi. Onun nə qədər pulu qaldı? Uşaqlar, pulu xərcləyəndə pulumuz artır yoxsa azalır? Azalır. Azalırsa hansı əməldir? Toplama yoxsa çıxma? Əlbəttə ki, çıxma. Deməli, 72 manatımız var idi. 47 manatını xərclədik. 2-dən 7 çıxmaq olmur. 7-dən pay götürsək, qalır 6. 2-yə pay versək, olur 12. 12-dən 7 çıxırıq. 5. 6-dan 4 çıxırıq. 2. Deməli, Mehribanın 25 manat pulu qaldı. 8-ci sual. Gül satan 45 qərənfilin 18 dənəsini satdı. Və yaxud da buna uyğun bir məsələ həll elədik. Və nə dedik? Əgər biz nə isə satırıqsa, əlimizdə olan o material ya da əşyalar azalmış olur. Və azalanda da çıxma əməlini yerinə yetiririk. 45 qərənfildən 18 dənəsini satdıq. Məsələ də bizdən neçə dənə qərənfil qaldığını soruşur. Həmin o qaldığını tapmaq üçün 45-dən 18-i çıxırıq. 5-dən 8 çıxmaq olmur. 4-dən pay götürürük. 3. 5-ə pay veririk. 15. 15-dən 8 çıxırıq. 7. 3-dən də 1 çıxırıq. 2. Deməli, 47 qərənfil qalmışdı. 9-cu məsələ. Sinfi bəzəmək üçün 15 qırmızı, 22 ağ şar aldıq. Şarların 8 dənəsi partladı. Ümumi sayının 8 dənəsi. Yəni, hər hansı bir rəngin yox. Partlamayan neçə şar qaldı? Deməli, bizim əlimizdə var 15 qırmızı, 22 ağ şar. Əvvəlcə bizim əlimizdə cəmi neçə şar var? Onu tapmalıyıq. Yəni, 15 ilə 22-ni toplamalıyıq. 5-in üstünə 2, 7, 1-in üstünə 2, 3. Deməli, bizim əlimizdə 37 şar var. Və bu 37 şardan 8-i partlayıb. 37-dən 8 çıxırıq. 7-dən 8 çıxmaq olmur. 3-dən pay götürürük. 2 qalır. 7-yə pay veririk. 17 olur. 17-dən 8 çıxırıq. 9. 10-luqda da 2 qalır. Deməli, 29 dənə partlamayan şarımız qalıb. 10-cu məsələmiz və bu səhifənin sonuncu məsələsi. Tərəvəz satan adam 60 qarpızın əvvəlcə 23-ünü, sonra isə 32 dənəsini satdı. Tərəvəz satanın neçə dənə satılmayan qarpızı qaldı? Biz bu cür məsələləri sinifdə çox eləmişik və bundan öncəki dərslərdə də eyni qaydanı xatırlamışdıq. İlk öncə xərclənənlər toplanılır, sonra ümumi saydan çıxılır. Xərclənənlərə baxırıq. 23 dənəsini 1 satmışıq, 32 dənəsini 1. Əvvəlcə onları toplamalıyıq. 23-ün üstünə gəlirik 32-ni. 3-ün üstünə 2, 5. 2-nin üstünə 3, 5. Deməli, neçə qarpız satmışıq? 55 qarpız satmışıq. Bəs əvvəldə neçə qarpızımız olub? 60. İndi də 60-dan 55-i çıxırıq. 60-dan 50-ni çıxanda 10 qalır. Ondan da 5-i çıxsaq 5 qalır. Deməli, 5 dənə satılmayan qarpız qalmışdı. İndi burada aşağıda sizə ədədlər verib. Hər dəfə məsələlərin cavablarını tapdıqca, uşaqlar, aşağıda həmin xanaları rəngləyirik. Məsələn, burada 5 tapmışıq, düzdür? 5 cavabı var. 10-cu məsələnin cavabı 5-dir. Deməli, 5-i rəngləyə bilərik. Sonra 5-ci məsələnin cavabı 19-dur. 19 cavabını rəngləyirik. Bu qaydada bütün hamısını rəngləyirik. Yəni, aldığımız cavabı 10 dənəsini rəngləyirik. Və əvvəldə də verib. Məsələləri həll etdikcə doğru cavabların üzərinə xətt çək. Xətt də çəkə bilərik, rəngləyə də bilərik. Yəni, sizə necə rahatdırsa. İndi gəlin keçək 13-cü səhifəyə. 13-cü səhifədə bizə testlər verilib. Birinci testdən tanış olaq.
Avtobusda 65 sərnişin var idi. Dayanacaqda 18 sərnişin, 17 sərnişin düşdü. 9 sərnişin mindi. Biz demişik, əgər sərnişinlər düşürsə, avtobusdakı insanların sayı azalır. Yox, avtobusa sərnişin minirsə, onda avtobusdakı sərnişinlərin sayı çoxalır. İki həlli məsələdir. Əvvəlcə 65 sərnişin var idi. Axırda bizdən nə istəyir? Avtobusda neçə sərnişin oldu? 65 sərnişin var idi. 17'si düşdü. 65'ten 17'den çıxırıq. 5'ten 7 çıxmaq olmur. 6'dan pay götürürük. 5. 5'e pay veririk. 15. 15'ten 7. 8. 5'ten də 1. 4 eləyir. Deməli 17 nəfər düşəndən sonra 48 sərnişin var idi. Və 48 sərnişin olandan sonra 9 nəfər mindi. 8'in üstündə 9. 17. 7 yazdıq. 1 yadda. 4. 1 də yadda. 5. Avtobusda 57 sərnişin oldu. Fikrimdə tutduğum ədəd 31'in 2 qatından 29 vahid kiçikdir. Fikrimdə tutduğum ədəd neçədir? Uşaqlar, ədədin 2 qatını tapmaq üçün nə edirik? Ya onu 2'yə vururuq, ya da həmin ədəddən 2 dəfə toplayırıq. 31'in üstünə gəlirik 31'i. 1'in üstünə 1, 2, 3'ün üstünə 3, 6. Deməli, cavab edir 62. Deyir ki, fikrimdə tutduğum ədəd 62'dən 29 vahid kiçikdir. Deməli, 62'dən 29'u çıxırıq. 2'dən 9 çıxmaq olmur. 6'dan pay götürürük, 5 qalır. 2 də olur neçə? 12. 12'dən 9 çıxırıq. 3. 5'dən də 2 çıxırıq. 3. Cavab eləyir 33. Üçüncü sual. Bir keks kutusunun içinde 24 dənə keks olur. Neçə dənə keks olur? 24. Bax, bir dənə qutu. İçində 24 dənə keks olur. Rauf mağazadan 3 kutu keks alıb. Deməli, bu kutudan 3 dənə alıb. Əgər bu qutunun içində 24-dürsə, deməli, ikincinin də içində 24-dür. Üçüncünün də içində 24-dür. Deməli, Rauf bu qədər keks alıb. Və 35 keksini qardaşına verdi. 35 keksi qardaşına verdikdən sonra Raufun neçə keksi qaldı? Əvvəlcə biz o nə qədər keks alıb, onları tapmalıyıq. 4'ün üstünə 4, 8, 8'in üstünə 4, 12. 2 yazdıq, 1 yadda. 2'nin üstünə 2, 4, 4'ün üstünə 2, 6. 1 də yadda, 7. Deməli, Rauf mağazadan 72 dənə keks alıb. 72 keksin 35'ini qardaşına verib. Verirsə öz keksləri neynir? Azalır. Deməli, biz burada çıxırıq bunu. 2'dən 5 çıxmaq olmur. 7'dən pay götürürük. 6. 2'yə pay veririk. 12. 12'dən 5 çıxırıq. 7. 6'dan 3 çıxırıq. 3. Cavab eləyir 37. Deməli, Raufun 37 keksi qalıb. Dayanacaqda 43 maşın var. Maşınlardan 14'ü qara, 9'u ağ rəngdədir. Yerdə qalanını demirəm nə rəngdədir. Sadəcə sualı budur. Rəngi ağ olmayan neçə maşın var? İndi uşaqlar, neçə maşın var dayanacaqda? 43 maşın var. 14'ü qara, 9'u ağ. Yerdə qalanının rəngini bilmirik. Amma yenə də biz yerdə qalanının sayını tapmalıyıq. 14 üstə gəl 9. Əvvəlcə əlimizdəkiləri toplayırıq. Eləyir 23. Sonra 43'dən çıxırıq 23'ü. 3'dən 3, 0, 4'dən 2, 2. Deməli, rəngi bəlli olmayan maşınların sayı 20'dir. İndi uşaqlar, 43 maşın var, düzdür? 14'ü qara, 9'u ağ. Yerdə qalanı 20. Və bizə sual verir. Rəngi ağ olmayan neçə maşın var? 9 dənə ağı istəmir bizdən. Ağ olmayanları istəyir. 14, o da 20. Toplayanda neçə eləyir? 34. Deməli, rəngi ağ olmayan 34 maşın var. 5-ci sual yüzlük kvadratı verir bizə.
Yüzlük kvadratda eyni sütunda yerləşən ədədləri haşiyəyə alın və sayını müəyyən edin. Uşaqlar, yüzlük kvadratda eyni sütun deyir. Ümumiyyətlə, biz bunu keçmişik, amma yenə də xatırlayaq. Soldan sağa getdiklərimiz sətirdir. Yuxarıdan aşağı düşdüklərimiz sütundur. Bizdən sətri yox, sütunu istəyir. İndi bunu silək. Və bir şeyi də yadda saxlayın ki, sütundakı ədədlərin təklikləri həmişə eyni olur. Məsələn, deyək ki, 3-dür və biz sütun şəklində aşağı düşdükcə hər biri 10 vahid artır. 3 olur 13, 13 olur 23, 33, 43, 53 və bu qaydada davam edir. Yəqin ki, yadınıza düşdü. İndi bizə burada sualı bir də oxuyaq. Eyni sütunda yerləşən ədədləri haşiyə al və sayını tap. Deməli, bunların təklikləri eyni olmalıdır. Burada neçə var? 7, 17, 47, 77, 97. Baxın, hamısının təkliyi eyni bitirsə, deməli, onlar hamısı bir sütunda yerləşib. İndi onların sayını istəyir bizdən. Neçədən oldu? 1, 2, 3, 4, 5. 5 dənə ədəd var. 6-cı sualımız. Deməli, uyğun müqayisə işarələri hansı bənddə doğru göstərilmişdir? Əvvəlcə gəlin ədədləri tam şəkildə tapaq. 4 onluq 8 təklik neçə eləyir? 48. İndi 59 48-dən nədir? Böyük. 2 onluq neçə eləyir? 20. 42 20-dən nədir? Böyük. 7 onluq 5 təklik eləyir 75. 75 75-ə nədir? Bərabər. İndi uşaqlar, hansı işarələr alındı bizdə? Böyük, böyük, bərabər. O da var B bəndində. Ədəd oxlarının hansında ədədlər artan sıra ilə düzülmüşdür? Ümumiyyətlə, uşaqlar, ədəd oxunda ədədlər soldan sağa hər zaman artan sıra ilə düzülür. Yəni, ədəddən sonraki gələn ədəd ondan böyük olmalıdır, kiçik ola bilməz. Baxın, 42-dən sonra 16 gəlib. Bu ondan kiçikdir. 42-dən sonra 42-dən böyük ədədlər gələ bilər. 16 gəlib, deməli, burada səhvlik var. İndi, məsəl üçün, 35-dən sonra 20 gəlib. Gələ bilməz. Deməli, bu da səhvdir. 28-dən sonra 57 gəlib, düzdür. 57-dən sonra 83 böyükdür, düzdür. Amma 83-dən sonra nə gəlib? 15. 83-dən sonra ondan kiçiyə olan ədəd gələ bilməz. Deməli, bu da səhvdir. Düzgün cavabımız B bəndidir. Baxın, 18-dən böyük 24-dür. 24-dən böyük 43-dür. 43-dən böyük 59-dur. Və biz bunu müqayisə ilə göstərsək, 18 24-dən kiçikdir. 24 43-dən kiçikdir. 43 də 59-dan kiçikdir. 8-ci sual. 58 üstəgəl 9 ifadəsinin təkliklərinin cəmindən neçə alınır? Baxın, misalının cavabını istəmir ha. Təkliklərinin cəmini. 58-də təklik neçədir? 8. 9-da da təklik özüdür. 9. Bizdən təkliklərinin cəmini istəyir. Yəni 8 üstəgəl 9-u istəyir. O da neçə eləyir? 17. 17 cavabı tam olaraq misalda yoxdur. Yəni variantlarda yoxdur. Amma biz bilirik ki, 1 onluq 7 təklik neçə eləyir? 17. Deməli, düzgün cavab B bəndində verilmişdir. 9-cu sual. 2 ay, 4 həftə, 10 gün sonra başlayacaq yay tətilim üçün daha neçə gün gözləməliyəm? Və burada qeyd verir ki, bir ayı 30 gün olaraq götürək. İndi bir ay 30 gün. Burada neçə ay deyir? 2 ay. Yəni 2 dənə 30. Neçə eləyir? 60. 4 həftə. Uşaqlar, bir həftə neçə gündür? 7 gün. 4 həftəni tapmaq üçün 4-ü 7-yə də vura bilərik. İstəyirsiniz 4 dənə 7-ni toplayın ya da 4-ü 7-yə vurun. Elədi neçə? 28. Və 10 gün. 10 gün də buradadır. İndi bizdən bunların cəmini istəyir.
0'ın üstünə 8. 8. 8'in üstünə 0. 8. Təkliyə yazdıq 8. 6'nın üstünə 2. 8. 8'in üstünə 1. 9. Cavab nədir? 98. Deməli, bu uşaq yay tətili üçün hələ 98 gün gözləməlidir. Amma nə xoşbaxt ki, siz artıq yay tətilindəsiniz. 10-cu və sonuncu testimiz bu səhifədəki. Sualla tanış olaq. Bağbanın 2 bağı var. Bağbanın 2 bağı var. Deyir ki, bu birinci bağ, bu da ikinci bağ. Birinci bağa 7 gilas ağacı əkərsə, gilas ağaclarının sayı 14 olar. Uşaqlar, 7'sini əkdikdən sonra 14 olar. Deməli, əvvəl neçə olduğunu tapmaq üçün 14-dən 7'ni çıxacağıq. 14'dən 7'ni çıxırıq. Neçə eləyir? 7. Deməli, əvvəl burada 7 ağacı var idi, birinci bağda. İkinci bağa 4 gilas ağacı əkərsə 17 ağacı olacaq. 4'ünü əkərsə 17 olacaq. 4 dənədən qabaq onda neçə var idi? Tapmaq üçün 17'dən 4'ü çıxırıq. Eləyir neçə? 13. Deməli, ikinci bağda da 13 ağac var idi. Bağbanın hal-hazırda, yəni bunlar əkilmədən öncə, hal-hazırda İkinci bağda olan gilas ağaclarının sayı, ikinci bağda neçədir? 13. İkinci bağda olan gilas ağaclarının sayı, birinci bağda olan gilas ağaclarının sayından nə qədər çoxdur? Yəni 13 7'dən nə qədər çoxdur? Fərqi tapmaq üçün nə edirik? 13'dən 7'ni çıxırıq. O da deyir 6. Bu da bu səhifəmizin tapşırıqları. Deməli, səhifə 18'də əyləncəli bir tapşırıqdır. Yenə də gəlin o tapşırıqları bir-bir həll edək. Fərqli olanı tapın. Biz bunu sətr şəklində yerinə yetirəcəyik, sütun şəklində yox. Deməli, bir rəng seçək. Birinci saatda saat neçədir? 11'in yarısı. İkincidə 1 tamam, üçüncüdə 2 tamam. Burada böyük əqrəblərə fikir verin. Bu tamamdadır. Bu tamamdır. Bu da tamamdır. Amma birinci saat nədir? Birinci saat yarısıdır. Deməli, ikisi tamamdır, biri yarısıdır. Deməli, fərqli olan yarısıdır. İkinci, 5'in yarısı 6'ya 5 dəqiqə işləmiş. Bir də 2'nin yarısı. Deməli, birinci saat da yarısıdır. İkinci saat da yarısıdır. Amma ortadaki üçüncü saat da yarısıdır daha doğrusu. Ortadaki saat yarısını göstərmir. 5 dəqiqə işləmişin göstərir. Deməli, fərqli olan bu saatlardır. Üçüncü sətr. 15 dəqiqə, deməli, 9'u 15 dəqiqə işləyir. 10'u 15 dəqiqə işləyir. 10 tamam. Bax, 15 dəqiqə işləyir. 15 dəqiqə işləyir. Tamam. İkisi 15 dəqiqə işləyir. Amma biri tamamdır. Deməli, fərqli olan tamamdır. Nəhayət sonuncu sətrimiz. 3'ə 15 dəqiqə qalır. 7 tamam. 11'ə 15 dəqiqə qalır. Birinci və üçüncü saatlarda 15 dəqiqə qalır. Amma ikinci saat tamamdır. Deməli, ikisi eynidir, ortadakı saat fərqlidir. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, hər biriniz tapşırıqları başa düşdünüz. Hansı tapşırığı başa düşməsəniz, şərh bölməsinə və yaxud da ki, şəxsimə yaza bilərsiniz.